Hörmətli izləyicilərim, bura Türkiyə deyil, Masazının mərkəzidir. Hamısı apartmanlardır. Yəni, mən çoxdan da bura gəlmirdim. Buralar necə dəyişib? Elə bir ki, Türkiyədəsən. Sözümün canı nədir? Mən niyə buradayam? Sizə bir dənə obyekt təqdim edirəm. Promot ömürlü çörəkdir də, övladlarımıza, nəvələrimizə, nəticələrimizə. Bir dənə bu obyektə baxın. 600 kvadrat, deyir ki, gəl məni al, ver arendaya, otu pulunu ye. Bura Masazırın tam mərkəzidir. İkinci böyük Araz marketin tam qabağı. Ana yolun düz sağında. Bəlkə burada 10 dəqiqədə 1000 dənə maşın keçir, yəni dayanmır, yolu bilirsiniz. Bu obyekt satılır 1 kvadratı 2400 manatdan 600 kvadratdır. İndi keçək içərisinə o əla təmiri mən sizə təqdim edeyim. Dəyərli izləyicilər, hər şey ideal formadadır. Təmirdən gedir söhbət. Sveji bir obyektdir. Yeni, müasir təmir olunubdur. İçərisinin şəraiti möhtəşəmdir də. İpucu verim sizə, bir dənə bura paltar geyim. Məsələn, baxdım ki, aptek var, qida market var, inşaat var. Geyim, bir dənə bura bir set filan eləsəz, məncə də, yəni yaxşı bir dənə tuzdurarsınız da, yaxşı mənada. Bax, bura birinci mərtəbədir. Şəraiti, operator, görsəsi, kamera sistemi, kondisioner filan bunlar xırda detallardır məbləğin qabağında. Vurğulayım ki, yəni onlar da var. Böyük vitraj yerdən olan pəncərəsi var. İkinci mərtəbəyə qalxaq. Orada olan eyni bu qaydada. Məncə birincini ağlıma gəldi deyə. Kişi geyimləri, ikincini qadın geyimləri eləmək olar. Ya uşaq, ya qadın. Yapışmışam paltarda. Bəlkə başqa şey də eləmək olar. Mən ağlıma gələn odur ki, burada belə bir şeylər eləmək mümkündür. Bura ikinci mərtəbə, 3 dənə yekə bir pəncərəsi yola baxır. Bu gördüyünüz fanerka bağlıdır. Vremenli bir şeydir də. İçəridə sklot kimi. Amma bunu götürəndə yenə böyük bir ərazi eləyir. Buyurun, baxın. Görün, nə boydadır. Mətbəxi, sanitar qovşablar, yəni xırda detallardır. Onları sizə heç belə görsətməyim. 1.400.000 manat, 2.400 manat bir kvadrat. 2500 manat, üzr istəyirəm. 600 kvadratdır, Kupçada 550 kvadrat qeyd olunubdur, 50 kvadratda plekanlara filan çıxıblar. Uzun sözü qısası, nömrəni əlaqə saxlayın, gəlin, qulluğunuzdayıq, sağ olun, var olun.